Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində sakinlər səkilərin sökülməsi ilə bağlı narazılıq eləyirlər. Qəsəbənin Rəşid İsmailov küçəsində aparılan qazıntı işləri nəticəsində piyada səksi sökülüb. Buna görə də piyadalar məcbur qalıb maşın yolundan istifadə eləyirlər. Gəlin yaranan təhlükəli vəziyyətlə bağlı sujeti bərabər izləyək. Çətinlik çəkir keçəndə, əli tuturam. Bir də indi biraz seyrəklikdir. Bəzən astanovkada o qədər adam olur ki, heç yol vermək mümkün olmur. Orada qalırıq, burada qalırıq, toz torpaq olur. Rəşid İsmailov küçəsində bir neçə gündə aparılan qazıntı işləri piyadaların hərəkətini xeyli çətinləşdirib. Səkinin dağıdılması səbəbindən sakinlər avtomobillərin sıx hərəkət etdiyi yoldan keçməyə məcbur olurlar. Bu isə həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır. Biz burada hazırlığa gəlib gedirik normalda. Belə 2 həftədir bu belə vəziyyətdədir. Əvvəl daha pis gündə idi. İndi biraz güya düzəldiblər. Uşaqlar, anaları kalyaska ilə falan gələndə gərək yolun qırağı ilə keçsinlər də. Burada səki yoxdur deyə belə təhlükə yaradır onlar üçün. Maşınlar keçir və biz onların yanından keçmək məcburiyyətində qalırıq. Təxmini bir neçə santimetr o tərəfə getsək bizi vurmaq ehtimalları var. Bir aydan sonra, 2 aydan sonra gəlirlər ki, düzəldəcək. Qazdıqlarını düzəltmirlər ki, Astanov bəli, yaman gündədir, pis vəziyyətdədir. Gecə buradan göz işıqda yanmayanda yıxıla bilərsilər. Heç kim baxmır. Baxsalar belə olmaz ki. Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətinə müraciət etdik. Bildirildi ki, qeyd edilən ünvanda kanalizasiya xəttinin yenilənməsi prosesi həyata keçirilir. Qazıntı işləri bitdikdən sonra piyada səksi bərpa ediləcək. Fidan Səfər, Nadir Cəlilov, Space xəbər.